Peygamberin kemali cemaline salavat hediye eyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdu es-sena'u lillahi rabbil alemin. Vel akibetu lil muttakin. ثم الصلاة والسلام على رسول الله الأمين أعني أبا القاسم محمد Allahümme salli ala Muhammed ve ali Muhammed. صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما ناموس الدهر ولي العصر حجة ابن الحسن عجل الله تعالى فرجه الشريف ولعنة الله على أعدائهم أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي السلام عليكم ورحمة الله. Ağamız, Seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, Nazenin kalbinin bizlerden razı ve hoşnut olması, düşmenlerinin mehvi, zuhur ve kıyamının teciline salavat hediye eyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. İmam Hüseyin aleyhisselam başta olmaqla yar-ı ensari, Həzrəti Adəm aleyhisselamdan ta qiyamətə qədər Allah yolunda canından, malından keçib şəhid olanlar, Azərbaycan şəhidləri canlarından, mallarından, dünyalarından keçdilər vətən uğrunda. Xudavənd-i Mütəal hamılarına rəhmət eləsin. Hamısın İmam Hüseyin aleyhisselama zəvvar qərar versin inşallah. Ruhlarına salavat hediye eyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bəhsimiz İsra surəsində 64-cü ayə. Xudavənd-i Mütəal bu ayədə buyurur: وَاسْتَفْزِزْ مَنِ اسْتَطَعْتَ مِنْهُمْ بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِمْ بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِي الْأَمْوَالِ وَالْأَوْلَادِ وَعِدْهُمْ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلَّا غُرُورًا. Bəhsimiz yenə iblisdir. Neçə ayələrdir iblis haqqında bəhs edirik. Ayənin bəzi kəlmələr var, onların lüğətini ərz eləyim. Sonra ümumi mənaya keçək. İstəfziz mənası ki, Xudavənd Mütəal əmr mənasında götürür. Vastəfziz. Yəni istəfziz fəzzə mənası yüngül zehin mənasındadır. Ağlı yüngül. Bəzi insanlar var, ağılları yüngüldür. Xudavənd Mütəal bu ayədə həm iblisə icazə verir müəyyən qədər insanları aldatmağa. Həm də necə aldadır, onu bizə buyurur Allah. Onun elbi hilələrini bizə də buyurur. Və insanları necə alladır, hansı tərəfdən alladır, onları da buyurur. Və iblisin də məğlub olmağını sətrin altında, bu ayədə sətrin altında buyurur. Çox əcib bir ayədir, fərqli bir ayədir. Demək olar ki, bu ayədən Quran-ı Kərimdə yoxdur. Demək olar ki, yoxdur. Mövzu var, çoxdur iblis haqqında, şeytan haqqında, ayə çoxdur.
Quranda. Amma bu ayə fərqli bir ayədir. Xudavənd Mütəal bu ayənin içində alt mənaları var. Bizə çatdırır. İnşallah indi mənada da ərz eləyəcəm. O ki Allah Taala buyurur, mən icazə verirəm sənə. Özü istədi axı icazə. O ayələrdə oxuduq ki, dedi icazə ver mənə. Xudavənd Mütəal ki, mən sənə icazə verdim, icazə vermədim demir. Mən sənə icazə verdim. Yəni o demişdi ki, mən bəhrə aparmaq istəyirəm insandan. Allah da buyurdu ki, yaxşı da mən səni öldürmürəm. Öldürmürəmin mənası budur ki, gir insanların içinə. Bu tərəfdən də Xudavənd Mütəal təhdid eləyir iblisi ki, da özün özünü yandırdın. Özün istədin ki, mən cəhənnəmə gedim. Bunu özün elədin. Həm də həm icazəni buyurur, həm də əmr şəklində təhdid də eləyir. Bu tərəfdən də insanı başa salır ki, bu belə eləyir, filan yerdən gələcək, filan şeydə şərik olacaq, filan şeydə şərik olacaq, müğayət ol. Yəni, malında şərik olacaq, övladda şərik olacaq. Bunları açıqlayır. Sonra Xudavənd Mütəal insanları bölür iki yerə. Buyurur, bəzi insanlar var ki, bir göz qırpımına onun dalıcan gedənlərdir. Bəzi insanlar var, iblis üçün çox çətindir. Bunları açıqlayır. Bu vəstəfsiz mənası həmən o mənadır ki, Xudavənd Mütəal buyurur ki, iblisə aldananların zehinləri çox yüngüldür. Deyərlər, yüngül ağıl. Ağılları yüngüldür onların. Tez aldananlar. Nə bilim, bizim insanların içində belə bir kəlmə işlədirlər, deyir, filan kəs türkə sayadır, yəni. Türkə saya mənası budur ki, yəni tez inanar. İşlədirlər də belə. Ya deyirlər, filan kəs hamısını özü kimi bilir elə. Elə tez allanır. O mənada demirəm bunu. İblisə aldanmaq başqadır. Ola bilər ki, türkə saya olan insanlar üçün də, amma iblisə məğlub olmur. Yadınıza gəlsə, keçən bəhsdə, indi biraz çox uzandı bəhsimiz. Keçən dəfə ərz elədi ki, iblisin qabağında bəzi insanlar şəhiddirlər, bəzi insanlar fatihdir, bəzi insanlar əsirdir. Onlar ki, şəhiddir, onlar iblisin bütün hilələrini məhv ediblər. İblis axırda onları öldürüb bu mənada deyil ki, uduzublar. Yox. Yəni, o cihad eləyiblər iblislə, dübədüb gəliblər. Axirə qədər iblislə vuruşublar və bu yolda şəhid olublar. Və hədisində demişdi ki, mən matə ali Muhammedin matə şəhidə. Hər kəs Peyğəmbər və Əhl-i Beytinin məhəbbətində ölsə, matə şəhidən budur. Yəni, iblis nə qədər güc qoydu ki, bunu Əmir-əl-Möminin, övlad-ı Əmir-əl-Möminin alsın, ala bilmədi. Yəni, döndərə bilmədi. Döndərə bilmədi və o şəxs o yolda öldü, canını tapşırdı. Buyururlar ki, bu şəhiddir. Oğuzlar fatihdirlər. Fatihdirlər, yəni iblisi oxla vurdular, dayanmadılar. Onlar da öləndə elə nədirlər? Şəhiddirlər. Bizim kimilər də nədir? Əsir. İblisin əlində əsir düşmüşük, amma əsir düşsək belə, yenə də möhkəm dayanmışıq, verməmişik. Peyğəmbər və Əhl-i Beytinin məhəbbətin verməmişik. Əsirlikdə olmuşuq, amma verməmişik. Biz də Allahın izni ilə inşallah öləndə elə şəhid mislində ölərik. Deməli, istəfsiz nə oldu? Yüngül ağıl. İndi Allah buyurur, vastəfsiz mən istətə'tə minhum. Buyurur, onların içindən o kəslərə ki, gücün çatır, get onların üstünə qışqır. Bisavtik, səsünlə qışqır. İblis gəlir, bəzən insanın qulağında fəryad edir. Qışqırır. Elə qışqırır ki, bizdə misal elə həmən misaldır da. Deyir, yalancı elə qışqırdı ki, doğurçunun bağrı çatladı. Yəni, bu iblisin hərəkətləridir. Lap köhnə söhbətlərimizdə belə bir cümlə işlətmişdik. Yadınıza gəlsə, nə deyəcəm, yadınıza düşəcək ki, iblisin vəsvəsələri, ustadlar buyururlar ki, iblisin vəsvəsələri, vəsvəsə deyəndə ki, göndərir insana, məcazi deyil, həqiqidir. Məcazi olsa, deməli, iblis özü məcazidir. Xeyr, iblis
Kana minəl cin, cinlərdəndir, cindir. Yəni varlığı var. Əgər varlığı varsa, vəsvəsəsi də, fısıldamağı da nədir? Həqiqi olmalıdır. Məcazi olmamalıdır. O ki Allah buyurur, onlar iblis yəni vəsvəsə eləyir insanlara. O vəsvəsə nədir? Həqiqidir, nə məcazi. Desək ki, məcazidir, deməli iblisi də nə qəbul etməliyik? Məcazi qəbul etməliyik ki, əslində yoxdur. Sadəcə olaraq nədirsə fısıltı gəlir. Yox, belə olmaz. Yəni məcazi deyil. Vastafziz, o insanlar yüngül ağıldılar. Mən o kəslər ki, mən istəta'tə buyurur, sən gücün çatırsa, yəni mən səni buraxdım insanların içinə. Gücün çatanı get qışqır apar. Yəni istəta'tə minhum bisavtik, səsünlə. Səsünlənin mənası burada bisavtik. Yəni ona nida elə çağır yanıla. Onu çağır yanıla gəlsin. İblis belə eləyir də. İblis o adamı ki aldatmaq istəyir, birinci onu çağırır. Mərifət bəhsləri yadınıza gəlsə, lap axırlarında bəhs eləyirdik nəfsin mərhələlərini. Orada dedik ki, nəfs cürbəcür hallara düşür. Bir dəfə nəfs müsəvvələdir. İblis onu təsvir eləyir, müsəvvələ halına salır. Sonra əmmarəyə salır. Birinci müsəvvələ eləyir, sonra əmmarə. Yəni iblis nəfsi zinətləndirir. Oradan sənə bir şirinlik vəd verir və o günahı bir dəfə sənə elətdirir və günahın o şirinliyi, o deyir, dadı damağında qalmışdı. Şirinliyi qalır onun zehnində, iblis onu otuzdurur lazım olan, zehnin lazım olan yerinə o şirinliyi ki, bir də bunu həmən günaha qaytarsın. İblis birinci dəfə insana bir günahı elətdirmək üçün o günahın özünü etdirməkdən çox onun şirinliyini ona dadızdırmaq üçün eləyir. Nəinki düşüb ki, mən bunu buna elətdirim. Yox. Birinci işi budur ki, günah ona şirin gəlsin. Zinətlənsin və günahın şirinliyi qalsın, onun dadı damağında qalsın. Yəni ki, bir də mən onu ora qaytara bilim. Günaha qaytarmaq üçün insanı ikinci dəfə iblis nədən istifadə edir? Həmən o günahın birinci dəfə etdiyin günahın təsirini çalışır ki, sənin zehnində otuzdursun. Onun işi budur. Peyğəmbərin də işi budur. Peyğəmbər gəlib ki, ibadətin şirinliyini otuzdursun insanın içinə. Onsuz da Allah insanın içində vardır, fitrətində vardır. Allah buyurur ki, biz özümüzü, yəni Allah özünü insanın fitrətində qoyub. Peyğəmbər də gəlib elə onun üstündə işləyir. Amma şirinlik istəyir qoysun ora. Ki, bunun şirinliyinə bax, namaz qılırsan, namazın şirinliyinə bax. Oruç tutursan, orucun şirin. İblis də həmən yolundan eləyir. Necə peyğəmbərlər, məsumlar insanı hidayətə aparmaq üçün həmən yoldan istifadə edirlər. İblis də elə həmən yoldan istifadə edir. Yəni sadəcə olaraq kim səni çağırır, ona baxmalısan. İblis də çağırır, Allahın nümayəndəsi də çağırır. İndi bax ki, çağıran kimdir? Elə həmən mərifət bəhsində bəhs eləmişdik ki, insan ayırt eləməlidir. Mələkuti səsdir yoxsa şeytani. Mələkuti yəni rəhmani. Rəhmani səsdir yoxsa şeytani. Yəni şeytan səni çağırır yoxsa rəhman səni çağırır. Və belə də bir əlbəttə mən adım məcazi qoyuram. Əslində məcazi deyil, həqiqidir. Sol tərəfdən səs gəlirsə dedik iblis deyir, sağ tərəfdən səs gəlirsə mələk deyir. O bəhsləri eləmişik. Yadınıza gəlsin. Əclib. Bu ayənin içində bir əclib sözü var ki, Allah Teala buyurur ki, kimi istəyirsən onların içindən yüngül ağıllardan apar, bisavtik, səsünlə apar, qışqır apar. Bir də var əclib. Əclib
bir var uzaqdan çağırmaq, bir də var qulağına qışqırmaq. İndi bəzi yerlərdə ondan istifadə eləyirlər. İndi mən onu açıq deyə bilmirəm. Bəzi yerlər var ki, orada ondan istifadə eləyirlər. O da baxırlar ki, bu yaxındır ona yoxsa yaxın deyil. İnsanın cizgilərindən bəllidir ki, sən bu ilə necə davranmalısan. Onu mahir adamlar bilirlər. Məsələn, mahir bir nəfərin, mahir adamdır, mütəxəssis adamdır. Göndərirlər bir nəfərin üstünə ki, gel gör bunu necə satın alarsan. Gəlir deyir ki, hə, bu qadına allanar. Gəlir deyir ki, bu pula allanar. Gəlir deyir ki, yox, bunun üstünü qışqırmaq lazımdır. Gəlir deyir ki, bu başqa cür. Məsələn, o yollarını o deyir, mütəxəssis adam deyir, bilir də, bunu oxuyur. Bu da cizgi. 2-3 dəqiqə danışandan sonra sən cizgi versən ona ki, bu səninlə necə davranmalıdır. İblis də həmən yolla şey eləyir. Deməli, bir dəfə deyib, bisotik, səsinlə, dalıcan Allah buyurur ki, və əclib, fəryad elə. Fəryad nədir? Fəryad budur. Bisotikin mənası budur ki, elə balaca bir dənə səslə çağırırsan, gəlir. Bir dəstə insanlar var, balaca səslə gələn adamlar deyil. Yəni tez aldanan adamlar deyil bunlar. Bunların görə üstünü qışqırasan. Və əclib, fəryad elə gəlsinlər. İkinci yol. Dalıcan deyir, və əclib əleyhim, bixeylik və rəcilik. Əclib əleyhim, qışqır olan üstünə. İki yolla. Bixeylik, xeyl. Xeylin mənası minikdir. Minik. Elə bir ki, insan minikdə sürətlə gedər, yoxsa piyada? Minikdə. İndi Allah Teala buyurur ki, və əclib əleyhim bixeylik. Bir dəfə süvari halda, süvari, yəni maşında, məsələn, mən maşın deyirəm, minikdə, atın üstündə möhkəm sürətlə və rəcilik, bir də piyada. Deməli, Allah Teala buyurur ki, iblisin qoşunu iki cür gəlir. Bir, at üstündə gəlir. Qoşunu süvaridir. Bir dəstə də piyadadır. Bu, Allah Teala burada məcazən buyurur bunu. Bu artıq məcazdır. Məcaz nədir burada? Xudavənd Mütəal ayənin içində başa salır ki, onların ki üstünə, Allah Teala buyurur ki, iki cür gəlir. Bir dəstəyin üstünə süvari ilə gəlir, yəni atın üstündə gəlir. Mənası budur ki, elə əlinin altındadır. Sürətlə aldadır. Əlinin altındadır. Bir dəstə var, rəcilik, piyada gəlir. Piyada gəlirin mənası budur ki, hələ çox işləyəcək bunun üstündə. Belə yüngülvari aldada bilməyəcək bunu. Deməli, bir dəfə səslə dəvət eləyir, bir dəfə fəryad çəkir. Fəryadı iki cürdür. Bir dəfə atın üstündə, atı məcazdır da buradan. At məcazdır. Bixeylik, at, dəvə, burada nədir? Minik, məcazdır. Bir dəfə atın üstündə, yəni sürətli şəkildə aldadacaq. Kimi? İstəfsiz. Onlar ki, zehinləri yüngüldür. Özlərini belə rahat iblisə qurban veriblər. Bir dəstə yox, varacillik. Artıq iblis bir dəfə ilə bunları aldada bilmir. Piyada çox hərəkət eləyəcək. Piyada məcazdır. Yəni, hələ çox əlləşib vuruşacaq. Səslə gələn deyil, fəryadla gələn deyil. Çox işləyəcək hələ üstündə. Kitabları neynəsin, aldatsın, amma nəticə etibarilə aldadacaq. Niyə? Çünki əvvəldə deyir axı Allah Teala, istəfsiz. Yəni, yüngül beyinlər sənin. Əvvəlcədən deyir Xudavənd Mütəal. Yəni, onlar ki, yüngül beyindir sənindir. Əslində Xudavənd Mütəal bizə deyir ki, aldanson yüngül beyin sənə. Daha özvi ağıllı sanma. Aldanmısansa, o da aldatdığı nədir? Yüngül beyinlərdir. Sən də aldanırsansa, yəni bu günahları eləyirsənsə, özvi də ağıllı aparırsansa, bil ki, ağıllı dörsən. Çünki yüngül beyinlər ancaq ona aldanar. Onları ki, ağlı möhkəmdir, ağıllı insanlardır, müdrik insanlardır. Onlar iblisi aldanmaz. Nə səsinə,
nə fəryadına, nə minikli qoşununa, nə piyada qoşununa. Fərqi yoxdur. Onlar aldanmırlar. Dalıcan Allah Teala ki, və şarikhum. İndi get onlarla şərik ol. Şərikliyə də icazə verdim. İcazə verirəm. Və şarikhum, şərik ol onlarla fil əmval mallarında. Vəl ovlad, övladlarında. İndi bəhs eləyəcəm mən Əllamə Tabatabayi ustaddan. Birbaşa mətnin özünü oxuyacağım sizin üçün. Bu mətnin özünü tam oxuyum ki, Əllamə bu haqda nə fikirləşir? Və ən üstün fikir bütün təfsirçilərin içində Əllamənin fikridir. Ki, ən düzgünü insanlara çatdırmağı və həm də detallı. Çoxlu şərhlər yazıblar, çoxlu fikirlər deyiblər ki, malda necə şərikdir iblis, sonra övladda necə şərik ola bilər, bu haqda danışıblar. Amma ən nöqtəni qoyan Əllamə Tabatabayidir. Əqli yanaşıb məsələ, inşallah onu ərz edəcəyim. Deməli, ayənin bəyanı belə oldu. İblis möhlət alandan sonra Xudavənd Mütəal bu ayədə buyurur bizə ki, iblis insanı öz toruna necə salır? Bu ayə sırf bunun üçündür. Allah iblisin insanı necə tora salar haqqında danışır bu ayədə. Ki, bila, başqa yerlərdə buyurur, bax, əduvvun mubin, açıq-aşkar, bu Adəmə düşməndir iblis. Onu deyib, indi düşmənin də hilələrini açıqlayır. İblisin belə elə burada sınıb da. O bilmirdi axı ki, Allah belə eləyər. Onu bilmirdi. Deməli, o əvvəlcə Allah Teala buyurur ki, iblis var idi, nəfsi onu aldatmışdı. İblisin öz nəfsi özünü aldatmışdı, onu iblis eləmişdi. Yəni bildiyimiz iblis eləmişdi. Sonra Adəmlə Həvvanı Xudavənd Mütəal xəlq elədi, dedi, səcdə elə etmədi, o məsələlərdən çəkildi. Sonra girir Adəmi cənnətdə də aldadır. Həvvanın vasitəsilə. Aldadır deyəndə ki, əslində aldadmır, o da başqa bir deyək, tərki övlad, heç tərki övlad da deyil. Lazım idi olub. Xudavənd Mütəala o Allahın işin gördü. Yəni, lazım idi. Oldu, mən ora girmirəm. Sonra Xudavənd Mütəal buyurur ki, iblisə düş, buradan çəkil. Yəni, mənim dərgahımdan çəkil. Sən qovuldun. Rəcimsən sən. Qovulmuşsan. Qovdu onu. Qovandan sonra iblis Allahla diyaloqa girdi. Söhbətə. Diyaloqa girdi. Dedi ki, yaxşı da indi bunlar oldu, keçdi. Məni öldürmə. Öldürmə, məni burax. Allah da buyurur ki, buraxdım səni. Başqa surələrdə də var da. Allah ki buyurdu, məlum olan günə qədər. O qiyaməti deyirdi, Allah deyir ki, məlum olan günə qədər. Müəyyən günə qədər səni buraxdım. Gir insanların içinə. O da əlin vurdu əlinə, mislin ki. Dedi ki, la uğviyennahum əcməin, hamısını aldadacağam. Məhv eləyəcəm bunların hamısını. O bilmirdi ki, dalıcan Xudavənd Mütəal bu dialoqu əvvəla açacaq insanlara. Onu bilmirdi. O elə bilirdi ki, mən Allahla ki dialoqa girdim, elə söhbətdə burada qaldı. O bilmirdi ki, Allah bunları Qur'ana salacaq və bunu göndərəcək insanlara, paylayacaq bir insanlara, deyəcək ki, baxın oxuyun, içində nələr var, sizin düşməniniz budur, belə də gəlir. O bilmirdi. Xudavənd Mütəal buradan ki, həm əmr şəklində təhdid elədi onu, həm də icazə verdi girsin insanların içinə. Əlbəttə icazə təkvinidir, muxtarlığa adiyyəti yoxdur, ixtiyara adiyyəti yoxdur, ərz eləyəcəm. Xudavənd Mütəal bu dialoqun hamısını saldı Qur'ana, üstə gəl, iblisin bütün hilələrini insana açıqladı, ki, hələ başqaları da var. Açıqladı insana, iblisin beli sındı bu ilə. İblisdə indi kibir və fəxr qoymur dala gəlsin. Allah'a desin ki, də bağışla, tövbə eləyirəm, neyniyim? Heç nə gəd Adəmin qəbrinə səcdə elə, məsələ bitsin. Məsələn, onu da eləyə bilmədi, dala da qayıda bilmədi və özünün məğlub olmağını da bildi ki, Allah'a mən məğlub oldum. Çünki
bunları mən aldadacağam indi səsimlə, yaxud başqa şeylərlə, o hilələr ki Allah Taala açıb ki iblisin hilələri budur. Bu cür ki mən aldadacağam insanları. Allah da o yandan buyurdu ki, mən də tövbə qapısı qoydum. Bir, hilələrin hamısında deyəcəm insanlara. İnsanlar bilsinlər və insanlar o qapıları üzvə bağlasınlar. Sən də oradan aldada bilmə. Nəticə etibarı ilə əgər aldansalar belə mən yenə onları şəhid aparacağam, ya Fatih aparacağam, ya əsir aparacağam. Mən aparacağam bunları. Bağışlayıb cənnətə aparacağam, amma sənin cənnətdə yerin olmayacaq. Yəni sən Rəhmanın qabağında məğlub oldun. Bu iblisin ümumi danışıqlarıdır, diyaloqudur Allahla, Quranda. Ki birdən vaxt elə söz, fürsətiniz olsa, o ayələrdə ki iblisin söhbətləri var. Onları ayələrin hamısını bir gündə baxsız yaxşıdır. Məsəl üçün Bəqərə surəsində orada Adəm, Həvva, iblis söhbəti, o hissə. Sonra keç Tahaya, Taha surəsində. Sonra keç Əraf'a, Əraf surəsində. Sonra keç Sad surəsinə. Məsələn, o surələrdəki Xudavənd Mütəal biraz geniş şəkildə iblis, Adəm, Həvva söhbətini açıqlayıb, ardıcıl ayələrlə. Onları bir gündə hamısı mütaliə eləyin. Məsələn, elə tərcüməsinə baxın. Ayrıca baxın. Yəni iblis, Həvva, Adəm bir-birinin yanında olan ayələri çıxartın qırağa. Ayrıca baxın ona. Bu didiyim şeylərin hamısı səpələnib Quranın içinə. Yəni bir dənə İsrada deyil ki biz burada oxuyuruq. Səpələnib Qurana. Onların hamısını qırağa çıxartıb ayrıca baxanda əcib bir şey görsənir. Burada belə görmürsən. Amma qıraqda əcib bir şey görsənir. Bir yerdə Xudavənd Mütəal buyurur ki, Bəqərə surəsində o ağacdan yeməyin, yesöz, zalim olarsınız. Başqa yerdə buyurur ki, yeməyin, yesöz, şəqi olarsınız. Burada deyir zalim olarsınız. Orada deyir şəqi olarsınız. Sonra dalıcan başqa surədə açıqlayır ki, sən niyə deyirəm şəqi olarsan? Yəni yemə, yesən belə olacaq. Artıq üçüncü bir məna verir Xudavənd Mütəal. Amma bunların üçünü də bir-birinin yanına qoyanda nəticə etibarı ilə elə zülmdür ki, Bəqərədə buyurub zülmdür. Amma o zülm şəqi mənası. Bunlar başqa-başqadır. Oradan keçirsən zülmə. Sonra da buyurur şəqi bilsən nədir? Şəqi mənası budur ki, aldadacaq səni, yemə də bu ağacdan. Aldatdı, yudun, düşəcəksən yerə. Yerdə qrip var, korona var. Bilmem, başqa xəstəliklər var, soyuqda iqmə olacaq, ged özün üçün köynək tap, şalvar tap, əziyyət olacaq, şəqi, yəni birinci buyurur ki, zalim olacaqsan, sonra buyurur şəqi olacaqsan, şəqini də açıqlayır ki, yəni əziyyət çəkəcəksən, oturmuşsan da salamatçılıqla burada. Vermişəm sənə də bu boyda cənnəti, bütün milyardlarla insanlar hamısı belündə, oturmuşsan burada 2 nəfər Həvvanla bir yerdə. Özü deyir, kulu yiyin bu cənnətdən heysu rəqəda. Yəni yiyin, heysu rəqəda, heysuma rəqəda, yəni o misalım belə demişdim sizə də, çoban 1000 dənə qoyunu aparar otlağa, özü gedər başını atar dağın ətəyində yatar, qoyunlar da özləri üçün necə istəyər elə də yeyərlər. Ona deyirlər rəqədən deyir ona. Yəni ki, salmışam sizi cənnətə 2 nəfərsiniz. Necə istəyirsiniz? Gezin də, eni uzunu sizindir. Eni uzunu sizin, bir dənə ağac var ondan yeməyin. Başqa nə deyirəm ki sizə? Bir dənə ağac var. O da dayanmadı, getdi, milyardlarla ağac var, dayanmadı, getdi bir dənə o ağacın üstünə. Hansı ki demişdi o ki, bundan yemə. Qaydaq ayənin özünə. Ayəni bir də tərcümə eləyirəm. Orada müxtəlifliyi özünüz bir də təsəvvür eləyin. Mən tərcümə eləyirəm. Sonra müxtəlifliyə baxın. Vastəfsiz mən istətə'tə minhum. Get gir insanların içinə. Yüngül ağılları tap, onların içindən aldat. Besautik.
səsinlə həlim danış, bisautik gəlsinlər. Dalıcamı və əclib fəryad elə aleyhim onlara bi xeylik və rəclik ya süvarə qoşunundan ya piyada qoşunundan və şarikhum fil enval vel avlad şərik ol onlara mallarında, övladlarında. Va'idhum vədə ver onlara. Vədə ver onlara. İndi Allah Teala dalıcan buyurur. Və ma ya'iduhum əş-şeytanu illa ğurura. Ay insan bila iblisin sizə verdiyi vədə məğrurluqdan başqa bir şey deyil ha. Yəni elə dilinə gəlib deyib, elə bir ki səxavətdir. Pənah aparırıq Allaha. Misal üçün ərz edirəm. Elə bir səxavət istədiyi ki 5 milyon pul var. Biz 5 milyon pulu belə eləyəcəyik. Sən də bilirsən ki, səxavətin 5 milyonu yoxdur. Bilirsən də yoxdur. İndi səxavətin bu 5 milyonluq vədəsi nədir? Məğrurluqdan başqa bir şey deyil. Allah buyurur ki, o sizə vədə verəcək. Bilin ha, onun vədəsi məğrurluqdan başqa bir şey deyil. Yəni birdən sizə desə ki, mən sizi mələk eləyəcəyəm, o qürurdan başqa bir şey deyil, aldatmasın sizi. İnsanı mələkə çevirmək Allah buyurur mənim işimdir, onun işi deyil. Onu mən eləyirəm. Mən insanı kamil eləyirəm. Mən insanı peyğəmbər eləyirəm. Mən insanı imam eləyirəm. Mən insanı məsum eləyirəm. Mən insanı pak eləyirəm. Mən insanı iblisdən qoruyuram. Bunların hamısını mən eləyirəm. Onun işi deyil. Allah bunu buyurur. Deməli, şeytanın qışqırığının müxtəlifliyi. Dedim axı, bir dəfə mülayim. Niyə mülayim? Çünki yüngül ağıldır da. O bilir ki, Netuşa bir söz dediyi nədir? O gedəcəkdir onlarca. O bilir ki, Trump'a bir kəlmə dedi. O da quzu balası kimi başını salacaq aşağı. Gəlir də elə. Yəni bu bunu eləyən adamdır. Və gözümüzün də qabağındadır. Deməli, birinci mətləb istəfziz mənası ki, əmrdir. Əvvəla, rüxsət verdim sənə, yəni icazə verdim sənə, get dəvət elə, vəsvəsə elə, bunların hamısını sənə icazə verirəm. Amma dəvət və vəsvəsədən artığını sənə icazə vermirəm. Ondan artığını icazə vermirəm. Bəs vəstəfsiz elə ona görə gəlib də, Allah Teala deyir, bu istəfsiz. Yəni, yüngül ağılları verdim sənə. Elə bir ki, bir nəfər gəlib çobanın yanına, çobanın da 1000 dənə qoyunu var, içində 100 dənə qıçı sınığı var. Beynində qurd olan qoyunlardır. 100'ünün beynində qurdu var və çoban da bilir ki, bu 100 dənənin beynində nə var? Qurd var. Bilir bunu. İndi gəliblər ki, misal üçün, orada da heyvanlar var, şir, pələng zad. Onlara da yemək vermək lazımdır. Çoban da deyir ki, bu 100 dənəni götürün, aparın. Onlar salamat daxil. Bunları verir ki, aparın, verin aslanlara, filanlara. Siz bu həqiqətdir də, deyir, şir, əgər şir, aslan, ya çaqqal, canavar, məsələn, bir sürüyə ki, özün vurur, o sürüdən hansını götürür? Əvvəla götürməmiş qovur. Birinci qovur, sürünü qovur. Birinci götürmür onu. Birinci qovur, öz tülkülüyünü göstərir, öz çaqqallığını göstərir, öz canavarlığını göstərir. Ki, mən şirəm, pələngəm, bəbirəm, bunu göstərir, o yırtıcı. Birinci o göstərir ki, mənəm. Sonra qovur. Hamısı başlayır qaçmağa. İçindən birini götürür, aparır. İkisini götürür, aparır. Hansı ki qalsa bunların hamısı məhv edəcək. Xəstəliyi verəcək onlara. O xəstələri götürür. Elə bir ki Allah Teala da bu insanlar ki gəliblər dünyaya hamısın, iblisə də deyir ki, gir bunların içinə, ged o yana, gəl bu yana, istəfziz. İcazə verdim sənə girməyə, amma o beynində qurt olanlar sənin, o çolaqlar sənin, mikroplular sənin,
O yandan da Allah Teala buyurur ki, bəs mən sənə ixtiyar vermişdim. O qurtu öldürəydin beynindən. O şikəstəydin, gipsə qoyardın məsələn, sağalardın. Söhbət gipsdən getmir, ayaqdan getmir. İnsan o heyvandadır. İnsanda harda olur? Əqidədə. Əqidəndən möhkəm olardın, yüngül ağıl olmazdın. Sən də o qurta yem olmazdın. O şirə aslana yem olmazdın. Çünki onların yemi olardı. O xəstələrdi. Sən də xəstə olmayaydın, salamat qalaydın, səni götürməyəydilər. Allah Teala buyurur ki, bəs mən diyaloqa girdim iblislə və onun diyaloqunu, məni ilə olan diyaloqunu sənə göndərdim kitab. Düz verdim əlüvə kitabı. Ki, oxu bu kitabı, diyaloqum var mənim iblislə. İblis belə gələcək və düşməndir. Hilələrin hamısını öyrədirəm sənə. Bax, belə eləyir ha o. Malda və övladda şərikdir sizə. Muğayət olun. Adam iblislə şərik olmaz. İndi o da bəhs edəcək. Bu bir. İkinci. Əslində burada buyurur İsra surəsində inşallah 65-də oxuyacaq inşallah. Deyir, İnnə ibadi. Həqiqətən də mənim bəndələrim, ibadi mənim bəndələrim. Leysə ləkə aleyhim sultan. Buyurur ki, sən onlara müsəllət ola bilməzsən. Onlar mənim bəndələrimdir. Əvvəldə ümumi mənada buyurur ki, vastəfziz, gir içinə, kimi yüngül ağıldır götür. Bu tərəfdən də onlar ki, götürə bilmir. İblis buyurur ki, bilsən niyə götürə bilmirsən? Çünki buyurur, İnnə ibadi. Çünki onlar mənim bəndələrimdir. Onlar əqidələri mənə veriblər. Onlar özlərini mənə satıblar. Mən onları almışam, sən yox. İnnə ibadi leysə ləkə. Yoxdur sənin üçün əleyhim. Onların üzərində sultanun. Sultanlığın yoxdur. Onların sultanı mənəm. Sən onlara müsəllət ola bilməzsən. Onlar özlərini mənə satıblar. Bu birinci, yəni dəvət və vəsvəsəyə rüxsət. İkinci, təhdid. İblisin özünə təhdid eləyir Xudavənd Mütəal bu ayədə. Buyurur ki, get, özünü həlak elə. Mənlik deyil. Mən sənə nə qədər dedim? Nəsihət elədim, tövsiyə elədim. Gəl, əl çək bu düşmənçilikdən. Gəl, qayıt, tövbə elə, filan elə. Allah buyurur ki, iblisə ki, daha özün bilərsən. Get, özünü həlak elə. Kim aldandı sənə, o da sənin kimi. Geçsin özün həlak eləsin. Daha mənlik deyir. Bəs birinci məna rüxsət, icazət, gir içlərinə. İkinci məna təhdid eləyir şeytan özün. Deyir ki, get özü apar cəhənnəmə. Get cəhənnəmdə yan. Cəhənnəmə də gedən özünə nə eləyər? Yoldaş axtarır. Burada bir mətləb var. O mətləbi deyim, daha çatdırmadım. O övlad və malda şərikliyi ərz edeyim. Gələn dəfə ərz eləyərəm inşallah. Niyə olar ki, Allahın bəndələridir? Niyə onlar aldanmırlar? Niyə iblis onlara müsəllət ola bilmir? Niyə onların sultanı ancaq Allahdır? Buyurur ki, onlarda mələkuti qulaq var. Mələkuti qulaq. Onlar elə hərəkətlər ediblər ki, qulaqlarını açıblar, mələkuti qulaqların. Açıblar ancaq Allaha. Görmürsən nə qədər insan var? Nə qədər danışırsan, mümkün deyil. Elə bir ki, daşa deyirsən. Allah da Quranda buyurur ki, əcəbdir, daş var, içindən su çıxır. Amma daşdır. Amma bu insanın beynindən niyə su çıxmır? Yəni hikmət. Yəni niyə bu elmi bunun qulağına deyirlər? Bu içəridə həll eləyib, həzm eləyib, istehsal eləyib, istixrac eləmir. Niyə? Niyə bunun gücü çatmır? Çünki onlarda mələkuti qulaq işləmir. Əmir əl-müminin onların ən üstünüdür. Onlar ki, qulaqları tizdir. Tiz bilirsiniz nədir? İti. Yəni, elə bir oxdur ki,
onu atsın, həm ox atan özü mahir olmalıdır. Həm də oxun özü də keyfiyyətli olmalıdır ki, ox atan onu, o iti oxları biri-birinin içinə vurar. İmamlar eləyiblər də. İmam, səhv eləməsəm, bəli, İmam Musa Kazım, İmam Sadiq əleyhissalam gəlir. İmam Sadiqə deyirlər ki, İmam Sadiq nə edirsiniz? Deyir, ox atırıq. Dedi, gəl sən də at. İmam Sadiq əleyhissalam da onu qoca idi, yaşlı idi. Götürdü, atdı. Götürdü, atdı. Dedi ki, bəs bir də uşaq atsın. Onda da İmam Musa Kazım əleyhissalam uşağı idi. Götürdü, atdı, atasının oxunu iki yerə böldü, içinə girdi. Oradan o kin, küdurət düşdü bunların içinə. Kin, küdurət. Ki, yəni demək istəyir ki, İmam Sadiqdən sonra İmam Musa Kazım demək istəyir ki, mənəm onlar deyəcək. Yəni biz eyni yerə vururuq da, mənəm. Elə bil İmam Sadiq əleyhissalam şərait yaratdı İmam Musa Kazım üçün ki, özün bir dənə göstərib çəkilsin. Bilənsin. Əmir əl-Müminin buyurur, və ləqəd səmi'tu rinətəş şeytan. Buyurur, əlbəttə, mən eşidirdim şeytanın fəryadını. Fəryad çəkirdi şeytan, mən eşidirdim. Hinə nəzələl vahiy, həmən vaxt ki, vəhy nazil olurdu, əla Rasulillah, Ağa Rasulullah'a. Yəni, Ağa Rasulullahın yanındaydım, dağda, Cəbrail əleyhissalam ilk ayəni götürürdü, mənim də qulağımdan bir fəryad gəlirdi. Elə bir kimsə, bir varlıq başına vurur, qışqırırdı. Fəryad çəkirdi. Deyib, bu, əlbəttə bu, iblisin naümidlük fəryadı idi. Ağa Rasulullah'tan sonra beli sındı bunun, iblisin. İndi sonuncu balasında artıq ölümüdür, inşallah. Ağa Rasulullah'da elə bir 7-ci mərtəbədən, təbəqədən qovuldu. Ağa Rasulullah dünyaya gələndə qovuldu. 4-ə qədər çıxır indi. İndi İmam Zaman əleyhissalamda artıq o günə qədər icazə verilib də ona. Yəni bu Trump'dir, Netuş'dur. Bunlar hamısın ki, bu cür işlər görürlər ha. Bunlar İmam Zaman ağa gələn günə qədərdir. Ondan o yana siz dünyada belə adam görməyəcəksiniz. Yəni bu cür adam görməyəcəksiniz. Bunu inşallah biz də görərik inşallah. Yəni biz görməyəcəyik. Aləm dünya daha Qarundur, Firondur, zamanə Qarunudur, Fironudur, zamanə Muaviyyəsidir, İbn Ziyadıdır, Yezdidir. Bu dünya daha görməyəcək. Elə ki ağa gəldi, ağa gələn günündən da dünya görməyəcək. Yəni pis adam olmayacaq, olacaq. Nəfsi pis olan olacaq. Nəfsini yoldan çıxartan bir iblis də olmayacaq. Bildiniz? Bir var ki, ağa gələnə qədər iblis nəfsin vasitəsilə insanları alladır bu şəkildə. Bir də var ki, artıq kim pisdirsə, da iblisin vasitəsilə pisdir olmayacaq. Artıq özü pisdir. Nəfsi ağlına məğlub olacaq o qədər. Bildiniz? Yəni iblis olmasaydı, bunlar olmazdı. Yəni Firon olmazdı. Amma pis adam olmayacaqdı, olacaqdı. Amma bu qədər olmayacaqdı. Bildiniz? Yəni bir nəfər dursun, 75 min insanı 800 günün içində təqribən 75 min insanı 800 günün içində öldürsün, İmam Zaman ağadan sonra da belə şey olmayacaq. İmam Zaman ağadan sonra bəlkə 100 bin il var hələ qiyamətə. Amma da belə olmayacaq. Belə bir şey qutardı. Çünki nə qədər iblis var, o var. İblis yoxdursa elə bir şeylər olmayacaq, hamısı dayanacaq. Deyir ki, fəqultu, Əmir əl-Müminin buyurur ki, fəqultu, dedim, ya Rasulallah,
Ey Allahın Rəsulü, neçə yaşı var idi Əmir əl-Mömininin? 10. Ağa Resulullahın 40 yaşı olanda Əmir əl-Möminin 10 yaşı var idi. Onları eşidir. Fəqultu ya Rasulallah. Ərz elədim Rasulullah'a ki, ya Rasulallah, mə həzihir rinnə. Bu fəryad nə fəryaddır? Ağa Resulullah da baxır Əmir əl-Mömininə ki, yəni eşidirsən sən də. Ağa Resulullah özü eşidir. Yəni təbəssüm edir ki, sən də eşidirsən. Fəqalə. Ağa Resulullah buyurdu ki, həzə şeytan. Buyur, bu şeytandır. Qəd əyəsə min ibadəti. Məyus oldu. Məyus oldu. Yəni iblisin beli sındı. Bir tərəfi. Beli sındı. İndi gəl İmam Zaman ağa da təmiz bütün nəfəsin verəcək. Deməli iblisin 2 dəstə qoşunu var. Piyada dəstəsi, bir də süvari dəstəsi. Elhamdülillahi Rabbil aləmin. Peyğəmbər və əhl-i beytinə salavat hədiyyə elə. Allahümme salli ala